Ağstafa rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, Mercedes markalı avtomobilin sürücüsü Elin Mamayev maşını ağaca çırpıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Məlumata görə ölən sürücü 2005-ci il təvəllüdlü Elin Mamayev Bakı Dövlət Universitetinin Qazax filialının 3-cü kurs tələbəsi olub. Şəki rayonunda intihar hadisəsi baş verib. 1967-ci il təvəllüdlü kişi yaşadığı Şəki şəhərində evin həyətindəki tövlədə özünü asıb. Onun psixoloji problemlərinin olduğu bildirilir. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.